Bismillahirrahmanirrahim. Keçən dəfə Elşad Miri ölüyə Quran oxumamaq və ölü üçün dua etməmək haqqında danışır. Ölüyə Quran oxumaq haqqında inşallah bir gün geniş danışacağım. Amma indi ölüyə dua haqqında danışmaq istəyirəm. Bərov yazır ki, ay qardaş, mollalarla bağlı başa düşdüm. Bəs Peyğəmbərimizin hədisləri var, ölülərə dua oxumaqla bağlı. O dualar Qurandan da olar. Baxın dostum, əziz, gözəl qardaşım. Birincisi, ölülərə nəsə oxumağın bir əhəmiyyəti yox. Niyə? Çünki ölülərə oxunan bir məsələ heç bir zaman ölüyə gedib çatmır. Çünki onun dünya ilə əlaqəsi bitib. Bizim üçün də sabahlarım eynisi başımıza gələcək. Yəni əlaqə bitəndən sonra, bundan bağlı heç bir problem olmayandan sonra biz nə edəcəyik? Təbii ki, bizim baxın özümüz bir şeyi nəzərə alaq. Bu günlərim həqiqətən dünyasını dəyişən bir yaxınımıza, bir doğmamıza, səhərdən axşama qədər dua etsək və yaxud da dua etdirsək. Elşadın dində etdiyi səhvlərinin aşıb daşdığı hələ bəs deyilmiş kimi görünür Fransa küçələrində kimdənsə ilham alıb, cuşa gəlib, yeni fətvalar verib, deyir ki, ölən adam üçün uca Allaha dua edib, onun üçün bağışlanma diləmək olmaz və bunun ona heç bir faydası yoxdur. Unudur ki, uca Allah Elşadın müqəddəs saymadığı Quran-ı Kərimdə belə buyurur. وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ İnnehum keferu billahi ve rasulihi ve matu ve hum fasiqun. Onlardan, münafiqlərdən ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, onun peyğəmbərini dandılar və fasiq olaraq öldülər. Məlumdur ki, ölü üçün namaz qılanda, ölü üçün Allaha bağışlanması üçün dua edilir. Lakin bu ayədə uca Allah peyğəmbərinə münafiq üçün namaz qılıb qəbrinə getməyi, dəfnində iştirak etməyi qadağan edir. Deməli, əksi olaraq iman əhli olanı dəfn edib, ona cənazə namazı qılıb, onun qəbrini ziyarət edib, onun üçün Allaha dua edib, bağışlanma diləməyi isə yaxşı əməldir. Həmçinin uca Allah buyurur, İstəğfir ləhum əv lə təstəğfir ləhum İn təstəğfir ləhum 70 mərrətən fələn yəğfirəllahu ləhum Zəlikə biənnəhum kəfəru billahi və rasulihi Vallahu la yehdil qavməl fasiqin. Onlar o münafiqlər üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün 70 dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və onun peyğəmbərini inkar etmələrinə görədir. Uca Allah buyurur, مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَى مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ. Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz. Uca Allah digər ayədə belə buyurur. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Onlardan, yəni səhabələrdən olan mühacirlərdən və ənsarlardan sonra gələnlər belə deyərlər. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, küdurətə yer vermə. Ey Rəbbimiz, sən həqiqətən şəfqətlisən, mərhəmətlisən. Maraqlıdır ki, Elşad bu qədər Quran ayəsini qoyub, zəngin kəslərin edib etməmələrini sübut gətirir. Çünki elə bir şey olmuş olsaydı, o zaman imkanlı insanlar vəsiyyət eləyərdilər, öz miraslarından belə bir fond yaradıb, gecə-gündüz onlara bunu elətdirərdilər. Amma onlar da həqiqətən bu məsələni dərk elədiklərindən görə, bildiklərindən görə, başa düşdüklərindən görə belə bir məsələnin olmayacağını bilirlər. Bildiklərindən görə də nə belə bir vəsiyyətləri var, nə belə mirasları var, nə də belə bir tövsiyələri olub. Ay Elşad, bəs deyirdim mən Quranla gedirəm.
Görünür, sənə Quran və Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləm həyatı deyil, zəngin kəslərin həyatı nümunədir. Necə də maraqlı bir yoldasan.